Herkes salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün kriptovalyuta bazarı haqqında danışacağıq və gələcəkdə nələr ola bilər, bizləri nələr gözləyir. Təbii ki, bunların haqqında danışacağıq. İlk öncə bir xəbərlə başlamaq istəyirəm. Gördüyünüz kimi bu xəbərdə Donald Trump'ın, yəni ki, Amerikanın prezidentinin CZ-ni bu yoldaşlar CZ-dir, Binance'ın keçmiş CEO'sudur. Hal-hazırda 79 milyard dollar sərvəti var. Binance'dan güya da uzaqlaşdırılıb, ancaq təbii ki, Binance'ın bütün işləri və bir çox mühüm məsələlərinin hamısını yenə də CZ həll edir. Yəni adı orada olmasa da özü veçini Binance'da var. Trump bunu gördüyünüz kimi öz kriptovalyuta proyektlərində, məsəl üçün Valfi token olsun və ya USD stabil valyutalar olsun və ya Trump'ın meme olsun, öz proyektlərinə danışman olaraq seçir, yəni kripto məsləhətçisi olaraq seçir. Bu da bu xəbərlə bərabər də təbii ki, altcoinlərdə və kripto Bitcoin olsun, Ethereum olsun, bu tərz valyutalarda bir yüksəlişlər başladı. Təbii ki, bir çox insan bu xəbərin fake olduğunu deyir və bir çox insan da bu xəbərin doğru olduğunu deyir. Doğru olma ehtimalı buna görədir ki, dostlarım, yəni ki, CZ həqiqi mənada kriptovalyuta üçün çox amma çox güclü fiqurlardan biridir. Çünki bir, Binance'ın adam CEO'su olub, qurucusu olub və sıfırdan 79 milyard dollar sərvətə gəlib çatıb. Ona görə Trump bu adamı seçə bilərmi? Böyük ehtimal, yəni seçməsi çox amma çox böyük ehtimaldır. Ona görə ola bilər. Bir yandan da yalan xəbər buna görə ola bilər ki, bu bazar təbii ki, manipulyasiyaya, yalan xəbərlərə açıq bir bazardır. Yəni qiymət düşünün ki, bir adamın ağzından çıxacaq sözlə oynayır. Bu kriptovalyutalarda, məsəl üçün, önəmli fiqurlardan biri çıxıb Bitcoin satın desə, bütün insanlar o an düşünmədən satışa başlayır və nə olur? Kriptovalyutalarda güclü bir çöküş yaşanır və ya dünyanın hər hansı bir yerində müharibə başladıqda nə olur? Kriptovalyutalarda bir çöküş başlayır. Yəni ki, bu xəbərin doğru olması məncə 70-in 30-adır, 70%lıq doğruluq payı var, 30%lıq da yalan olması ehtimalı var. Ancaq xəbər düzgün mənbələrdə paylaşılarsa, təbii ki, nə olacaq? Yəni CZ Trump'ın kriptovalyuta komandasına daxil olacaq. Məncə də daxil olmalıdır. İndi isə dostlarım, gəlin köhnə valyutalardan danışalım. Artıq bildiyiniz kimi top 100-də hər hansı bir köhnə valyuta görə bilmirik. Birinci yerdə gördüklərimiz onsuz da öz yerlərində qalıblar. Bitcoin, Ethereum, Tether, XRP, BNB, Solana və Dogecoin, Tron, Cardano. Bunlar daima ön sıralarda olublar, ancaq arxadan çox güclü proyektlər gəlir. Hyperliquid kimi və ya Sui kimi və ya bir də burada bir valyuta var idi. Aha, Valfi. Elə Trump'ın öz proyekti Valfi kimi. Proyektlər gəlir, inşallah ki, ön sıralar öz yerlərini itirməz. Niyə belə deyirəm dostlarım? Çünki hal-hazırda bəlkə də bunu bir ildir deyirəm. Zincir savaşı var kriptovalyutalarda. Bir, ERC20 zinciri, ikincisi BNB, BP20 zinciri, üçüncüsü isə Solana'nın zinciri. Yəni ki, dostlarım, bunların arasında hal-hazırda güclü bir savaş gedir. Yəni artıq hər zaman dediyim kimi, boğa düşündüyümüz boğa deyil. Okey, mən 2021-ci ildə gördüyüm kriptovalyuta dünyası, baxın, bu deyildi qətiyyən. Yəni bizim vaxtda nə var idi? Belə deyim sizə. 10 min dənə kriptovalyuta var idi, 10 min ədəd sadəcə. Kriptovalyuta var idi və 10 min ədəd kriptovalyutanı 10 milyon civarında insan alırdı. Başa düşürsünüz. İndi isə kriptovalyutada 300 milyona yaxın insan var və günlük 150 minin üzərində kriptovalyuta yaradılır. Başa düşdünüz. Və artıq düşünün ki, insanlar bilmir hansı altcoinlərə yatırım edəcəyin. Baxın, bizim də ən əsas problemlərimizdən biri bu günlərin budur. Nə? Məsəl üçün,
ön sıraya baxdığımızda keçmiş valyutalardan artıq adlarını tapıb saya bilmirik. Maksimum ön sırada 20 ədəd köhnələrdən kriptovalyutalar qalıb. Ondan yerdə qalan hamısı yeni valyutalardır. Bazara daxil olan, məsəl üçün, AAV olsun, OKB yox, köhnələrdəndir bu da. Ethena'sı olsun, Bittenser olsun, MyX Finance olsun, Aster olsun, Ondo'su olsun, WorldCoin olsun, Aptos'u olsun. Yəni bunlar dostlarım köhnə yox, yeni valyutalardır əslində. Bir də ki, bazara yeni daxil olan plasma var. XPL qısaltması. Bu plasmada dostlarım hal-hazırda USDT-nin köməkçi network kimi bir şeydir. Yəni bunların özlərinin plasma network var. Ən çox bu USDT üçün istifadə olunur. Əgər ki istifadə etmirsinizsə, istifadə edin. USDT köçürmələri yəni sıfırdır. Başa düşdünüz? Hər hansı bir komissiya ödənişi etmirsiniz. Yəni USDT bir sözlə özü üçün həm bir altcoin yaratdı, həm də bir pulsuz olaraq insanlar networkdən istifadə etsin deyə bir network yaratdı. Yəni bunu bu şəkildə də başa düşə bilərik. İndi isə gələyin əsasən nəyə? Zincir savaşlarına, yoldaşlar. Yəni zincir savaşları artıq başlayıb. Bundan öncə xatırlayırsınızsa ki, bizim kanalımız balaca kanalda olsa, yəni izləyici cəhətcə çox az bir abunəmiz olsa da, ancaq ilk dəfə BRC 20 proyektlərini biz kəşf etmişdik. Bunların da başında ordi gəlirdi, yəni ki, ordinal. Bunu biz tapmışdıq və təbii ki, dostlarım, baxın, savaş o gündən bu günə qədər kriptovalyutalarda davam edir. Yəni ki, kartlar yenidən hal-hazırda 3 zincir arasında paylanılıb. Dediyim kimi, bir Ethereum, ikincisi BNB, üçüncüsü isə Solana'dır. Bir yandan Ethereum öz yerini itirməmək üçün yeni proyektlər çıxardır. Təbii ki, dostlarım, bu proyektlərin arxasında Ethereum'un komandası var. İkincisi isə BNB'dir. BNB də yeni proyektlər çıxarmağa davam edir. Məsəl üçün, bunu ən yaxınlarda hansından gördük? Aster'dən gördük və bir də hansı valyutaydı? MyX-dən gördük. Yəni güclü valyutalar çıxartdı. Həmçinin dostlarım Solana. Solana'da biz o valyutaları gördük də, Bonk'da gördük, Dogvifətdə gördük və adlarını saymadığım digər valyutalar da oldu. Ancaq dostlarım, məsəl üçün Telegram'ın valyutası olan Toncoin bildiyiniz kimi özünün bir network'ü var. Başa düşdünüz, yəni özünün bir blockchain'i var və blockchain'ində yaranan valyutaların hamısı hal-hazırda gördüyünüz kimi dibə vurub. Bu arada Toncoin'in özü də dibə vura-vura gəlir. Çünki heç bir hərəkət etmir, yeni proyektlər yaratmır, yeni proyektlər gündəmə salmadığı üçün də nə edir? Token, Toncoin dəyər itirməyə başlayır, başa düşdünüz. Ancaq burada Ethereum'un dəyərlənməsini görürsünüz, BNB'nin dəyərlənməsini görürsünüz və Solana'nın daima dəyərlənməsini görürsünüz. Buna görə görürsünüz ki, bu zincirlər üzərində çıxan valyutalarda həqiqi mənada işlər gedir. Baxın, bu dəqiqə ən böyük hype isə Solana'dan keçdi nəyə? BNB-yə. Başa düşdünüz? Bazarda indi valyutalar var, müəyyən valyutalar. Baxın, gəlin adlarını bir-bir sayaq. Aster 36-cı yerdə olan valyutadır. Açırıq və hansı networkdə olduğunu görürük? BEP20 networkündə. İkinci valyutanı açırıq, MyX. Hansı networkdə olduğunu görürük? BEP20 networkdə. Başa düşdünüz? Və ya digər valyutalarda olsun dostlarım, artıq yəni ön sıraya burada Mcoin də var idi. Bir dəqiqə mən onu da sizlərə göstərəcəm. Bax, plasmanın özü də fərq etmir. Bir dəqiqə Mcoin, Mimcore. Baxın, Mcoin hansı networkdədir? BEP20 networkündə. Yəni hal-hazırda güc Solana baxımından keçdi artıq nəyə? BNB-yə. Bu dəqiqə BNB zincirində yaranan valyutalar daha güclü bazara çıxış edir və daha güclü market caplər toplaya bilir. Ona görə dostlarım, yəni kriptovalyutalara okey, baxın, sən də, mən də hamımız yatırım edirik. Ancaq dediyim kimi, bazarda artıq valyuta həddən artıq çoxdur. Başa düşdünüz? Ona görə daima və daima baxın, bu günlərim hype, Ethereum
ERC20 networkündə olan proyektlərdədirsə, yönəlin ERC20 proyektlərinə. Bugün BNB, BEP20 proyektlərində bir hype varsa, yönəlin BEP20 networkdə olan proyektlərə. Bugün Solana'da bir hype varsa, yönəlin Solana'da olan kriptovalyutalara. Və daima mayanı qarantiləyin, mayanı çıxartdıqdan sonra isə həmən tokenlərə yenə də bir şans verin ki, gələcəkdə məsəl üçün MX kimi bir proyekt ola bilər, 600-700 qat verər və ya 1000 qat dəyərlənər. Aldığınız valyutalar PP kimi 10 minlərlə qat dəyərlənər və yatırdığınız 30-40 dollar inanılmaz dərəcədə yüksələ bilər. Dostlarım, videonu bura qədər izlədinizsə, ilk öncə hamınıza çox sağ ol deyirəm. Burada gördüyünüz kimi artıq bizdə kanal yenə dibə vurub. Bunun üçün nə etməlisiniz? Yoldaşlar, sizlərdən bu bir xahişdir. Videonu bəyənməli və rəy yazmalısınız ki, kanalımız təkrardan dirilsin. Bu arada son olaraq da bunu deyim. Dogecoin. Baxın dostlarım, Dogecoin ilə əlaqəli bunu deyə bilərəm ki, hal-hazırda Elon Musk yəni ciddi şəkildə Dogecoin-i qoruyur. Başa düşdünüz? Yəni Dogecoin düşünün ki, market cap'i ciddi şəkildə azalmır, market cap'i yüksəlməyə davam edir, volümü digər günlərə baxanda bugün 75% daha da yüksəlib, bildinizsə. Yəni düşünün ki, bu dəqiqə Elon Musk da bu bazarda hal-hazırda Dogecoin üçün tək vuruşur. Bildiniz, yəni əsasən Dogecoin-ə yatırım edənlər, yəni yüklü miqdarda milyardlıq, 10 milyonluq, 50 milyon dollarlıq alımlar edən kimlərdir? Elon Musk'ın ətrafıdır. Və çalışın yeni proyektlərə. Hər zaman dediyim kimi şans verin dostlarım. Hal-hazırda hype BEP20 networklərindədir. Yeni çıxacaq proyektlərə şans verin. Əgər qazansaz, təbii ki, yeni proyektlərdən daha çox qazanasınız. Çünki köhnələr köhnəlib, daha çox da bir iş görmür. Videomuz bu qədər idi. Sağ olun, hələlik.